Salam çağsıvərlər, mən Çaqqens. Bugün sizlərlə birlikdə FC Mobil oynayacağım. Siz isə baxasınız. Videoya like atmağı, kanala abunə olmağı, zil tuşunu açmağı yadınızdan çıxarmayın və biz bugün tək oynayacağıq ancaq. Amma mən sizə birinci kulübümdə aldığım oyuncuları göstərəcəm və hansı oyuncuları kadroma qoyacağım, bir də qoymuşam. Koyduğum oyuncuları bir de koyacağım oyuncuları göstereceğim. Ama belki indi tam dəqiq deyil. Burada mən göstərim mağaza nəsə belə bir şey olub. Nəsə mağaza bagajı nəsə olub bilinmir niyə elə olub. Burada mən ödüllərimi alım. Hər hansı modda 5 gol at biz atmışıq. Divioriyasda bir maç tamamladı. Nə qədər maç tamamladım? İkinci görevimiz nədir? Hər hansı bir oyuncunun dərəcəsini yüksəlt. Gəlin sizə oyuncularımı göstərim. Evet. Kadrom bu şəkildədir. Mən burada 113'lük Ruli'yi almışam. Koydum. İbrahimoviç'dən Ruli'yi dəyişdim. Koydum. Və bu qapçının dəyərli izləyicilər. Baxın bu qapçının mən kaleci özel bacarığını kaldırmışam. Şut durucu kaldırmışam. Kaleci paslaşması. Təzə bacarıqlar gəlib oyuna. Bir də bu qapçının bir dənə özelliği var. Uzağa fırlatma qapçı. Yəni uzağa fırladır. Əli ilə elə uzağa fırladır ki o top. Bax burada yazır ki kaleci topu uzağa fırladarak kontra atak başlatmağı sever. Yani bu qapçı əli ilə uzağa atmağı xoşlayır. Elə bir tarzı uzağa da atabilir özü. Təkcə bunu almamışam bir də. Bunu almışdıq da biz, atmışdıq, göstərmişdim video deyəsən. Tam dəqiq bilmirəm. Bir də Pulisic aldım 113'lük. Aydı Pulisic'lə dəyişdim baxın. Bu Pulisic'lə dəyişdim. Daha yüksək gəncəsini koydum. Bunu driblingini kaldırdım. Ters kanat açıldı. Bacarığı açıldı. Sol kanat bir də mövqeyini oynayabilir. Bunun da özelliği plase zərbədir. Bir də doğal yetenek. Çox oyuncu aldım mən. Bir də Bernardo Silva aldım. Parejo aldım. Hələm Parejo'nun videosun Shorts'ta bir dənə videosunu atmışdım. Ştrafla gol vurdu. Onun videosuydu Parejo. Uzun paslı oyun kurucu. Oyun kurmağı xoşlayır, uzun pas atmağı xoşlayır da. Daha komanda yoldaşlara daha sık pas verir. Özellik. Ondan sonra bunun mən oyun kurucu, təzə mərkəzi orta saha oyuncusu bu bacarıqlarını qaldırdım. Bundan sonra Bernardo Silva'nı da aldım. Bu da oyun kurucudur. Bunun da mərkəzi orta saha oyuncusu, bir də yarı kanat oyuncusu. Bu bacarıqlarını kaldırdım. Yəni mən çox şey aldım burada. Bir də alacağım oyuncuları koyacağım. Baxın bu 111 Jenny Bowen santrafordur. Bəlkə bunu qoya bilərəm. Niyə? Çünki Voller 115'dir. Yəni mən qaldırmışam ona görə. İndi bu 110 idi. Mən 5 gen kaldırdım. İndi burada bunu koya bilərəm bəlkə. Bu Cello 111'dir. Koya bilərəm. Thierry Henry koymayacağım. Lampard var 110'luq. Amma gen azdır. Gen azdır yox. 110'luq stoperdir. Kamera deyəsən 109 idi. Belki bunu koydum. Van Hezki. Uzun pas. Belki bunu koydum çünkü şeydi. Jenny 100'saydık. Yukarıdık. Bir de bu 110'luk stoper var. Bu da 114'tü. Ya kamerayla oynayan bu eyni gendir də. O iki stoperi koya bilərəm. Değerli izləyicilər, yəni kadron belədir. Bir də takım düzenləmə rollerime baxın. Kaptan Parejo olarak dəyişdim. Yaxın sərbəst zərbələrdə Parejo. Cərimə zərbələrində Parejo vurur.
Uzaq cərimə zərbələrini də Parejo vurur. Kornerləri Parejo başladır. Lakin penaltini Voller vurur da. Bir de becerilərimi də göstərim. Bunları göstərmişdim nə deyəsən. Hər nəysə keçək biz oyunumuza. Bugün biz ancaq tek oynayacağıq. Bir dəqiqə ödüllərim qalıb. Onları da bir dənə alsam. Buradan aldıq da ödül. Yox, buradan qalıb. Allah tez ödüllərimizi alaq keçək. Oyna. 300 ceyferi de aldım buradan. Buradan da yıldız bileti. O ne kadar şey var ha. Burada ben almamışam. Aldım bunlardan. Görevler. Divor Riyas'ta 5 maç kazan. Biz kazanmışıq. Buradan gör tamamlayacaq. Divor Riyas'ta 15 maç kazan. Biz kazanmışıq. Qarşı ataq bir de tek kazandım. Teknik direktöründə də modunda da bəzən kazandım. Biraz. Neçəsi oyunumuza ancaq tek oynayacağım. Yani. Tek-tekdə mən Pro 1 oldum. Pro 1'ə qalxdım. İndi sizlərlə bərabər baxaq gör neçəyə qalxacağıq. Dəyərli izləyicilər, yenə videoya abunə olmağı yadınızdan çıxarmayın. Baxın 40 abunə idik, 42'yə qalxdıq. Çox sağ olun. Çox sağ olun. İndi daha da artmalıyıq, daha da yüksəlməliyik. Amma yenə də sağ olun. Heç olmasa abunə olanlar sağ olsun. İndi başlayaq oyunumuza. Çox danışdıq. Rəqib bizdən atağı zəifdir, orta sahası zəifdir, defans zəifdir. Amma bu o demək deyil ki, o zəif. Ola yox ha, defansı güclüdür bizim defansdan. Defans güclüdür. Zonki Boveni var. Bax biz almışıq bunu. Oyuncuyu. Bizdə 4-300 atakdır. Görək ya bura. Ronaldo. Bilinmir hansı Ronaldo'dur. Buradan biz bire pres edək biraz. Ay səni, ay səni. Kole aldı topu. Kole ötürməklə riskə girməyəliyik. Aşıt. Zanet diye etti. Cedi. Hop. Pazara yetti. Ortaya ötürək. Barnes'e ötürək buradan. Aşırt. Ay sen. Vur. Ayda. O Schmeichel ne sürət. Ne tez sattı ha ora. Ayda gücüm qapısının üstünü açmışdıq. Ayda. Allah hadi zərbə vurdu Voller. Lazım idi. Aşırt yanındaydın qapısının. Qapısı tez sıxır ha, bunu dəyərləndirə bilərəm. Ay səni. Ayda, indi qapısı dalbada özünün güvəncə çıxacaq. Şöyle. Aşırt. Qışıq bonus. Ay səni. Ay çoxlaqsız siz. Bir də qapıya. Adamın taktikasına bax. Gözü görmə. Topal görmə. Ay kolek nə qarırsan? Əsəmi getdi ya. Əsəmi getmədi. Nəysə də gedib getməyib. Mənim də başım qaçıb bir sonrası. Qaçın yürü.
Ay sənin. Qapıcı ilə o qol bir dənə qol atacam da. Çox çıxır. Bizim oyuncular tıpoydu. Hadi sen de bırak da bir tane o topu. Ne kadar Mahmut Ünsal'dı. Bir tane de atamadık o gol. Sakit başlıyor hələlik. Ay qapıcı yenə çıxdı, yenə biz vuranmadıq. Ay belə şey olar ha. Gözə. Iniesta davay vur. Ay səni çolaqsan sən. Xəstədirlər ya. Bir dənə boş qapıya vuranmadılar. Aha. Iniesta gol. Rəqib çox risk elədi. Qola bax, belə qol. Iniesta fürsəti dəyərləndirdi. Ay Barnes onu çalım deyirsən. Qəşəng Iniesta yemədi. Iniesta qoymuş. Qoyan ki deyə, bizim stoperlərimizdən keçə bilərsən. Canavar. Gözü görməm. Ağzına koyayım qapısı. Pulisic qaşaq keş. Zanetti deyə lan, nə Pulisic. Ay səni çolaq. Çolaq deyə bu. Bir dənə top tutanmır. Ay sən Zanetti, bir dənə toplansam almışdın o topu. Bizim oyuncuların da başı qaç. Hayda. Çox fürsətimiz vardı. Ya bu adam ne dəqiqə başı yeni şey edirəcək, top qaldıracaq mənə. Top qaldırıb keçməyə çalışacaq. Ay. Manchester istədiyim kimi getmədi. Bu nədir? Caq qapıcı çıxacaq nə? Ronaldo'ya qarşı oynadıq, 1-0 atdıq. 1-0 qələbə qazandıq. Iniesta da atdığı gol. Bir dənə də ulduz yıxsaq dünya klası şeyinə çatırıq. Klasmanı. Şunun formasını değiştir. Niye değiştir? Değiştirdim. Rəqibin formasını değiştir. Öyle qapıda çıxan kimi orada aşırt saydım nə qədər. Aşırtdım ya, oyuncularım isabət etdirə bilmədi. Uzaq məsafədə axı. Adamın Lewandowski'si var. Ve top onlar rəqibdən başlayır. Mbappe'si var, Lewandowski'si var bu adam. Defans mövqeyinizə düzgün ya. Qaşaq golü. Qaytar Bernardo Silva. Parajı ötür. Zanetti qapıcı. Qapıcıya ötürdük Çeygulu.
Hə, xəstələrə atırsan. Şey diye bizim oyuncular bütöv. Şey zannettim. Ne vardın polisisin. Ay pas attı ki. Vaxtında at tabii. Şehbaniz ötürmə. Ötürmələri. Ama dayanmadı. İnternet diye inanırsan. İnternet olmasa. Dediğimi eləyərlər. Aldık top. Bir dəqiqə saxla. Lojis. Zanetti. Parejo. Aç ortanı. Vur kəlləni. Sənin. Sani. Mbappe. Eşek golü. Qapçıya ver. Qapçı sadə bir pasla. Təmin elə. Ay tabi gol atabilsək Lewandowski də əl çəkmir bizi. Ay voller nə ağarırsan? Xəstə deyə bu voller. Bu nə vəziyyətdə? Cəməlli oynayın görək. İnternet bit. Parajot. Pulisic hop qəşəng hop 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 hop. Rəqibdən elə bil. Ay pas atdı sən də sola. Ay sənin attığın pasa mən nə deyim də. Bir oyuncuyu bir nəfər saxlasın. Güya o mənə eşitdi. Yəni indi hücumu sürətləndirir. Mən dediyimi elə də çəkil o tərəfə də. Çolaqdılar bundan kuş beyin deyələr bil. Buluş istəyirəm. 100% zinimlik 0% gol. Koşuyor bonus. Gol! Axır şey. O asist edən qəşə asist elədi. O asist edən. Asisti kim elədi? Bernardo Silva elədi yox. Gözə asist elədi. Banesdə əla gol vurdu. Biz 0 qabağa keçdik. Kole. Dayanma elədim mən. Qəşəng. Cinə pas attın. Şey Parejo. Ay sənin. Güzel paslaşma. Hop. Güzel dribling. Ay. Voller. Gol. 2-0 qabaqdayıq. Baxın 2-0. Baxın burada göstərim necə oldu. Pulisic gəlirdi burada. Ortanı açdı. Burada defans öz mövqeyini tərk eləmişdi deyə. Voller rahat gol vurdu. Yumuşaq kəllə ilə. 2-0 qabaqdayıq. Gözəl nə? Belə məşə zatım motivasiya olsun. İnternetə nə oldu? Bağlantıya nə oldu?
Kimi dəyişər burada? Ayrıca Paranjol dəyişib kutu koyatayım. Bernardo Silva biraz o Bellingham oynasın. Benzema. Ay uttuk he. Volley gol atıp bir de Barnes atıp. Ve dünya klası 5'e çatdıq. Mascherano gəldi 50 dənə. Bir dənə oynuyoruz. Təkə tək. Təkə tək. Bax ki indi qabağımıza neçə genli çıxacaq. Uda biləcəyik yoxsa udacağıq. Oo. Atağı bizden güclüdür. Ancaq orta saha xəsfi də defansı bizim içinə zəifdir. Atağı 115-dirsə bizim defans 112-dir. Problem var. Qollar tez yiyə bilərik. O Jorginho'su var, Eusebio'su var bu adam. Eusebio'su var, Jorginho'su var. Ne arayacak biz? Siz davay başladık. Ben de bir de el görüşməsi eləyim. Vay 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 vay. Qaşıq Bernardo Silva. O yediği samlazın çıxdı. Böyle aşırtdı yani. Adam neçə geniydi ona ben baxmadım. Ha voller ne ağardın səni. Və bu voller çolaq deyil. Qaşıq Kole. Qapçı oyuna daxilə. Qapçı pas ötülməsi. Cameraro, Parejo. Benosba, Voller, Iniesta. Barnes bir daha Robin Flick. Ah daha topu aldı. Kole topu aldı. Bernardo Silva hop. Razarcını yetti pazara. Ay sen lan. Ah hakem faulümüzü verir de bildi. Buraya bir daha qaşı aşırt. Axara attın top. Hara attın topu. Voller. Pulisic, Iniesta, hop pazara yetti. Bernardo Silva vur. Gol! Bernardo Silva ile bir tane plaseye koyduk. Düz yanından girdi. İnternet gizləmə. Adam nə deyib bizə atdı. İkinci yarıda var, indi biz başlayırıq. Sakit başlayaq ya. Ne promuydu mu? Cilməyə nə mənası? Da Iniesta, Parejo hop. Ne varsan Parejo. Iniesta Pulisic topu aldı. Güzel. Orta açtı volley. Gol!
Vollerle bir daha vurdu. Gol girdi. Kole. Allah gol yedik ya. Eyası bir oyunu. Hop zannetti. Hop hop. Qəşəng basa etdi. Hop. Pulisic getdi. Point sürəti ver bir dənə. Voller ortanı aç. Voller. Sənin açdığın ortaya mən nə deyim də. Bir dənə rulet elə. Hop. Barnes. Hop. Qəşəng bir dənə udarı vur. Neyse bir dənə plase. Gol. 3-1 Iniesta ilə. İndi burada topu çəkirsən, plasını vurursan, o taktik çox işləyir. Çox işləyir. Bir dənə yana çəkirsən, o plasını vursan, gol girir. Düz küncə girir. Gözəl müdaxilə edəməm. Qəşəng kameralı. Barnes. Gözəl. Ay sən Nesta. Aleksandr Nesta. Nə var? 3-1 utduq. 3-1 qalib gəldik. Deməli dəyərli izləyicilər, videomuzda bu qədər idi artıq. Bu qədər idi. Video xoşunuza gəlmişdir. Yəqin ki. Videoya like atmağı, kanala abunə olmağı, zil tuşunu açmağı yadınızdan çıxarmayın. Düz 61.124 ceyferim var. 452 milyon 53.061 dənə jeton kasmışam, yığmışam. Değerli izləyicilər, bu gün biz tək oynadıq. Qarşı taktik modu oynamadıq. Və ya başqa etkinlikdə oynamadıq, ancaq bu günlük dedik tək olsun. Videoya like atmağı, kanala abunə olmağı, zil tuşunu açmağı yadınızdan çıxarmayın. Videoları yorum yazmayı, paylaşmağı da yadınızdan çıxarmırsınız. Abunə olun. Çox sağ olun. 40 abunədən 42-yə qalxdıq. Yəni 2 abunə qalxmaq da böyük şeydir bizim üçün. Yəni bir vaxtlar görəcəyik ki 100-ə qalxacağıq, ancaq onu bilmirəm. Onu ancaq Allah bilər. Sağ olun, salamat qalın.